Hər kəs salam dostlar, sizləri Sekodex kanalından salamlayıram. Bu günləri sizlərlə bir yerdə Java tədrisinə başlayırıq. Ekranda da gördüyünüz kimi bugünkü syllabusumuza bu mövzular aiddir. İlkin olaraq başlayaq JDK, JRE və JVM-dən. Yəni bunlar nədir? Bunları izah edəyim. Mən başlamaq istəyirəm JVM-dən. JVM Java virtual maşındır. Yəni belə deyək, Java kodumuzu müxtəlif əməliyyat sistemlərində işlətmək üçün bizə lazım olanları təqdim etmiş olur. Buradakı cədvələ baxsaq, biz buradan JVM-in nə olduğunu daha aydın görə bilərik ki, yuxarıdakılara fikir verməyə bunları birazdan izah edəcəm. Burada JVM-in, yəni müxtəlif əməliyyat sistemləri üçün, məsələn Windows üçün, Linux üçün, Mac üçün uyğun olan bir kodumuz, yəni bunlara uyğun olan bir hala salmış olur. Belə deyək, JVM-ə bizim kodumuz gəlir, daha sonra JVM onu götürür, maşın koduna çevirir və bu maşın kodu da hər əməliyyat sisteminə uyğun olaraq həyata keçmiş olur. Yəni JVM bir sözlə bizim kodumuzu müxtəlif əməliyyat sistemlərində icra eləmək üçün lazım olanları təqdim etmiş olur. Daha sonra burada var JRE, yəni Java Runtime Environment. Bu da bizə təqdim edir JVM-i və Java Class Library-ni. Java Runtime Environment vasitəsilə biz sadəcə kodumuzu run edə bilərik. Yəni kodumuzu işlətmək, yəni sadəcə işlədə bilərik. Kodumuzu inkişaf etdirə və ya da dəyişdirə bilməyəcəyik JRE vasitəsilə. Sadəcə kodumuzu run və ya da debug edə bilərik. Bu kimi özəllikləri bizə vermiş olur kodumuzu run eləmək, yəni işlətmək özəlliyini. Sonra var burada JDK. JDK isə hamısını özündə cəmləşdirmiş olur. Java Development Kit'tir bunun adı. Yəni bunun daxilində biz həm JVM-i, həm də JRE-ni görmüş oluruq. Java Development Kit vasitəsilə biz həm kodumuzu yazırıq, həm kodumuzu run edirik, debug edirik və yaxud da bütün kod vasitəsilə olan bütün işləmləri JDK bizə təmin eləmiş olur. JDK-in içərisində gördüyünüz kimi bunlar mövcud idi. Sonra biz burada danışaq platform independence C++ versus Java. Bu nədir? Bu odur ki, biz bayaq dediyimiz kimi JVM bizə bunu təmin edir ki, biz Java kodumuzu bir dəfə yazırıq və müxtəlif əməliyyat sistemlərində həyata keçirmiş oluruq. Lakin biz C++-a nəzər salsaq, bunda belə bir şərait yoxdur. C++-da biz kodumuzu bir dəfə yazırıq. Müxtəlif əməliyyat sistemləri üçün biz kodumuzu təzədən konfiqurasiya eləməyimiz vacib olur ki, bunlarda da biz kodu işlədə bilək. Ancaq Java üçün, yəni JVM, yəni Java yüklü olan bütün kompüterlərdə biz bir dəfə yazdığımız Java kodunu hamısını da run edə bilərik, heç bir şey dəyişmədən. Və Java bizə bu üstünlüyü vermiş olur. Java-C və Java biz komandlarından danışsaq, məsələn, biz əgər kodumuzu terminalda run ediriksə, biz bu stepləri rahat bir şəkildə görə bilərik. Bizim belə deyək ki, GFG adlı faylımız var, .java faylımız var. Biz bunu ilkin olaraq Java-C ilə compile eləmiş oluruq. Elə yuxarıdakı cədvələ baxsaq, buradan da görə bilərik ki, Java adlı biz kodumuzu Java-C compiler vasitəsilə biz bunu compile edirik. Yəni biz bunu çeviririk .class adlı bir fayla. Yəni byte kodlara çevirmiş oluruq. Daha sonra da bu ötürülür JVM-ə. JVM-ə ötürülmə hissəsində isə burada gördüyünüz kimi yazmışıq Java GFG. Bu artıq o deməkdir ki, biz kodumuzu push edirik JVM-ə. Yəni atırıq kodumuzu JVM-ə. JVM də bunu götürür, maşın koduna, hər əməliyyat sisteminə uyğun olaraq maşın koduna çevrilmiş olur və beləcə bizim bir kodumuz müxtəlif əməliyyat sistemlərində işləmiş olacaqdır. Yəni kodumuz beləliklə run olmuş olur. Java GFG yazmaq run eləməkdir, amma bundan əvvəl biz Java-C ilə kodumuzu compile eləməliyik. Və bu hissəsində danışdıq və mən burada göstərmək istəyirəm .java, .class fayllarının dövriyyəsini. Bizim ilkin olaraq editor yazıb bura, yəni bizim kodu yazırıq, bu olur .java faylında. Sonra biz bunu Java-C ilə compile edirik, çeviririk .class faylına və Java ilə də bunu belə deyək, komandını yazırıq. Java komandını yazdıqdan sonra isə bu atır bunu JVM-ə və kodumuz çap olunmuş, yəni kodumuzun nəticəsi ekrana çıxmış olur. Burada növbəti bir başlıq var, IDE-lər. IDE-lər nədir? Məsəl üçün biz burada danışmışıq IntelliJ IDE-dən, NetBeans-dən və Eclipse-dən. Bunlar bizim nə işimizə yarır? Bunlar bizə kod yazmaq üçün belə deyək environment verir. Kod yazmaq üçün rahat bir şərait yaradır ki, hansı ki biz burada kodumuzu yaza bilərik, kodumuzu run edə bilərik, kodumuzu debug edə bilərik. Daha sonra belə deyək bir çox vizual olaraq kodumuzu görə bilərik, errorlara baxa bilərik. Məsələn, gələcəkdə databaza qoşanda biz burada databazanı vizual olaraq görə bilərik. Belə deyim, kod yazmaq üçün lazım olan bütün şəraitləri bizə IDE vermiş olur. Mən əsasən gecəli videolarımızda da IntelliJ-dən istifadə edəcəm. Və beləcə bizim ilk dərsimiz idi bu. Bu əsasən nəzəri olaraq keçdi. Çünki biz bunları bildirib daha sonra Java-ya başlamalıyıq. Əgər videomu bəyəndinizsə, like atıb abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.